Salam, hər vaxtınız xeyir dostlar, necəsiz? Bu günlər bir maraqlı bir təsadüfən hadisə ilə rastlaşdım. İş yoldaşım Siyavuş bəy gördüm ki, Bravo'nun həyətində gül yığıb. Mənə də maraqlı gəldi ki, bu gülləri nə edirsən? İndi əslində gəlin özündən soruşaq. Siyavuş bəy necəsiz? Sağ ol, yaxşı olasın. Yaxşı olasın. Mən səni gördüm güllə bağlı Bravo'nun həyətində görürsən. Bu nədir, nə edirsən? Sən deyir ki, bu advantikdir. Mən soruşum ki, advantik nədir? Mən birinci dəfədir məndə rastıma gəlir ki, advantik nə olan şeydir. Uşaq vaxtı görmüşük də, indi otluqda belə sarı-sarı güllər olur. İndi onun videosunu qoyacağım, baxacaqsınız. Buyurun. Bu advantikdir, Rusça advantik deyirlər. Azərbaycanda zəncirotudur. Bunu uşaq vaxtı bilirsiniz də, bu belə üstü bir yumru topa kimi olur. Onu üfürürdük və o uçurdu və külək olanı da uçurdu. Onun çiçəyidir, advantikin çiçəyi. Bu çox xəstəliklərə dərmandır. Bu internetdə də çox məlumatlar var bu barədə. Bunu belə də yemək olur, yəni gülünü belə dərib yemək olur. Bundan mürəbbələr bişirirlər və yaxud da başqa vasitələrlə də peçok töküb qoyurlar, nəsə ondan sonra yeyirlər. Siropunu hazırlayırlar bunu. Bu qaraciyərə dərmandır, qaraciyərə kömək edir, sonra qan durulmasına, mədə bağırsaq sisteminə, yəni çox xəstəliklərə belə deyək, xeyri var. Yəni tam hamısını açıqlamıyorum mən sizə. İnternetdən araşdırıb tapa bilərlər. Azərbaycan dilində nə gedir bu anda? Zəncirotu. Zəncirotu. Mən bunu görmüşdüm, amma yiyən ilk dəfə görmüşdüm və sən bunu yiyən haradasa görmüşdün, ya rayonda? Təbii ki, internetdə də var. Yəni ilk dəfə harada? İnternetdə qarşılaşdıq ki, benim götürüb yiyirlər. Yox, ilk dəfə internetdə çıxmayıb. Daha doğrusu mənim bir tanışım var idi. Mənə rayondan bunun siropunu gətirmişdi. Sirop hazırlanmışdı. Çox biraz qəliz prosesdir. O damcı belə necə süzürlər, eləyirlər. O prosesi tam dəqiq bilmirəm. O siropunu gətirmişdi və ondan sonra maraqlandım. İnternetə girdim, gördüm ki, belə də yeyirlər onu. Belə gülünü yeyirlər və biraz onu tuğuluyurlar. Sadəcə olaraq yeyirsən. Bəs bu zəhərlənmə verməz adamı. Yəni ki, qoxulu deyil. Məsəl üçün, mən biraz ehtiyat edirəm ki... Sınavdan çıxmış bir şeydir. Yəni, birinci dəfədir mən yemirəm. Yəni, ilk mən yemirəm. Bunu yiyənlər var, yiyənləri görmüşəm, internetdə də var. Yəni, bir problem üçün. Bir səhv salsalar, hansısa güllə edəsələr, nəsə bir zəhərli bir şey yiyəsələr, hə. Amma dəqiq bilməlisən ki, bu odur, yoxsa odur. Bəs yaxşı, məsləhət görsən ki, indi hər gördüyün gülü, bilmədiyin gülü yeməsin. Yox, təbii ki, zəhərlənərlər, hər bir hadisə ola bilər. Bilməlisən ki, odur, o deyil. Bəli. Bu olmadığını necə bilmək olur? Birinci dəfə deyil də, yəni mən bunu dərirəm. Mən keçən ildə dərib yemişəm, baxanda tanıyıram ki, bu olur. Bəs bu fərqi var rayonda və yaxud şəhərdə bir? Yox, heç bir fərqi yox. Gördün, götürdün, yudum. Bu vaxtlar özdə çiçəkliyir. Bu bir müddət çiçəkliyir, sonra çiçəyi tökülür. Bunun kökündən də məsəl üçün müəyyən şeylər hazırlayır. Siropu deyəsən səhv eləmirəmsə kökündən hazırlayır. İndi bir ikisi yaxından çəkək. Bəs mən də istəyirəm biri yiyeyim. Əslində sənə görə görüm yiyirsən, maşallah. Biraz acılıq tamı var bunda. Tamı bilmək istəyirəm. Hə, belə zövq üçün yemirsən də, xeyir dediyi yiyirsən. Dərman kimi baxıb dərman kimi, yəni, dərman kimi. Bunu mən tam yiyəmirəm, belə ucundan bir dişdim. Adi aladır, burası bir bala acılıq var da. O acılıqdır ki, müəyyən xəstəliklərə şəfa verir. Baxın. Yiyirəm yəni. Əslində, çeynirsən, acılıq gəlmir. Bir müddət çeynəyəndən sonra xırda bir yüngül acılıq gəlir. Ondan sonra öyle çeyni budursan çıxır gedir də. Yəni, dərman kimi istifadə etmək olar, amma yenə deyirəm, mən düzü ehtiyat edirəm. Sadəcə Siyavuş bəyini gördüm ki, maşallah yiyir, başa. Amma yenə də deyirəm ki, belə dərman kimi bəlkə də harasa istifadə edirəm, amma ən yaxşısı olar ki, bunun aptekdə zatda siropu varsa. Var, çayı da var. Çayı da var. Onu alıb istifadə edin, amma belə hər gördüyünüz otu yaxınlaşıb götürüb yeməyin. Belə, nəsə sözüm var Siyavuş bəy? Çox sağlamlığımıza fikir verin.
Sağlamlığınıza fikir verin. Hər gördüyünüz nəsə yeməyin. Bu mənə maraqlı gəldi. Bir test kimi həm çəkdim, sizə göstərdim. İndi bu haqda bir fikirləriniz varsa rəy bölməsində fikirlərinizi yaza bilərsiniz. Test TV abunə olub bizi izləməyi unutmayın. Hələlik görüşərik.